Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda 4 sot torpaqda deməli bir böyük salon, eyni zamanda 3 böyük otaq olan əla və keyfiyyətli təmir olunmuş. Bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Mənə elə gəlir ki, bax bu qarşıdakı hovuzdur, baseyndir. Ancaq baxda məndə məlumat yoxdur. Domiki var. Bax bura bağçasıdır. Gördüyünüz kimi üç tərəfdən kubiklə hörülüb. Onu da deyim ki, yəni ev sahibi belə bir söz işlətdi ki, hal-hazırda bax həmin qiymətə bu evin tikib başa çatdırmaq mümkün deyil. Çünki hər bir əşyası, yəni evin özü keyfiyyətli tikilib. Bundan başqa təmiri də keyfiyyətli olunub. Yenidən mən sizə evin xarici görünüşünü göstərəm. Deməli, Cavadxan qəsəbəsində, yəni avtozavoddadır. Vaqifin Artsanına yaxın bir ərazidir. Hal-hazırda siz navesin alt hissəsini görürsünüz. 11-in 6-yadır. Kürsülüdür. 2 qat kubiklə hörülüb. Sənədi deməli katastrdır. Bax burada deməli badvalı var. Badvalı indi mən sizə göstərəcəm. Deməli mətbəxin alt hissəsidir. Təmirlidir. Sağ tərəfdə 4-ün 5-ə mətbəxdir. Mətbəx mebel evdə qalır. Çox yaxınlıqdan 28 nömrəli marşrut işləyir. Bax bura deməli mətbəxidir. Gördüyünüz kimi böyükdür. Polu möhkəm taxtadır, yəni səs etmir. Bura isə deməli evin içərisində də gördüyünüz kimi 2 qat kubiklə hörülüb. Bura isə deməli zalıdır. Zalı 4-ün 7-yədir. Yenidən mən sizə zalını göstərirəm. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur videoları bəyənin. Qarşıda olan otağın ölçüsü 4-ün 4-dədir. 4-ün 4-dədir. Bax yenidən mən sizə otaqlardan birini göstərdim. Bax burada plus odur ki, evdə yaşayış yoxdur. Alqı-satqıdan sonra, yəni alqı-satqıdan sonra evə köçmək mümkündür. Bura isə deməli 4-ün 5-ədir. Bax bu cürdür. Yenidən mən sizə 4-ün 5-ə olan deməli otağı göstərirəm. Bura isə 4-ün 3-ədir. Bax belə bir həyət evinin qiyməti 68.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə deməli bax mətbəxin qapısını gördünüz. İndi isə otaqların qapısını görürsünüz necə var. Bax təmirlidir. Mənə elə gəlir ki, bu həyət evində təmirə ehtiyac yoxdur. Yəni bu həqiqətən belədir. Ola bilsin ki, hamamında bir balaca nəsə ola bilsin. Bax bura deməli razdivalkasıdır, eyni zamanda hamamıdır. Bax bu cürdür, 2 tonluq su bakı var. Burası isə razdivalkadır. Dediyim kimi sənədi deməli katastrdır. Bildiyiniz kimi katastr ilə də deməli alqı-satqıya getmir. Belə deyim də, yəni etibarnamə yolu ilə satılır. Yəni bu həqiqətən belədir. Qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Onu da yenidən təkrar edirəm. Ev əla və keyfiyyətli təmirlidir. Qiymətin 68.000 manatdır. Qiymətində ola bilsin bir balaca razılaşma olsun. Sizlərə uğurlar.